Cruises.az-ın dəyərli dostları, müştəriləri, MSC World Europe gəmisində dünyanın ən böyük gəmilərindən biri sizin üçün gəminin arxa bölümünə yaxın belə bir möhtəşəm akvaparkı göstərmək istəyirəm. Su üzərində 80 metrə yaxın bir su sürüşkənindən söhbət gedir. Çox böyük və maraqlı dizaynla olan bir akvaparkdır. Həm uşaqların, həm böyüklərin kifayət qədər əylənə biləcəyi, xoş vaxt keçirdə biləcəkləri bir məkandır World Europe-da. World Europe gəmisində həqiqətən çox fərqli, maraqlı vaxt keçirə biləcəyiniz yerlər, atraksiyonlar və s. var, əmin olun. Bu akvapark bölümündən mən çalışacağım içəri hissədən bir şeyləri çəkim sizə. Baxın, belə bir 70 metrdən çox uzunluğu var. Təxmin 80 metrə yaxın idi, amma tam rəqəm yadımda deyil. Amma bu şəkildə hər bir halda qarşıda görürsünüz pilləkənlərlə qalxmaq mümkündür yuxarı hissəyə və oradan başlayıb. Burada da daima təhlükəsizliklə əlaqədar əməkdaşlar var və bu əməkdaşlar hər zaman xidmətinizdədir ki, o yuxarı hissədən arxa-arxaya gəlməsinlər və təhlükə yaranmasın. Bu şəkil qayıq tipli ilə də mümkündür. Baxın. Və həmən bu akvaparkın qarşısında balaca dostlarımız üçün belə bir uşaq hovuzu. Əminəm kiçik yaşlı dostlarımız bunu çox bəyənəcəklər. Yer, hal-hazırda hərəkət elədiyimiz yer heç də sürüşkən deyil. Rahat bir şəkildə uşaqları buradan hərəkət edə bilər. Valideynlər narahat olmasınlar ki, uşaqlar sürüşər və s. Eyni zamanda hovuzun daxilidir. Rahatdır və uşaqların sürüşməməyi üçün məkanı ona görə tərsif ediblər. Çox fərqli dizaynı var. Balıqlar, dəniz canlıları. Bax, belədir. Balacalar sevir belə gizlin yerləri. Bu şəkildə də kiçik dostlarımız və ailənizin balaca üzvləri bu şəkildə burada xoş vaxt keçirdə bilərlər. Əminəm heç buradan çıxmayacaqlar. Dediyim kimi, böyüklər üçün hovuzlar orada, uşaqlar üçün də hovuzlar bunda. Bax belə.